Necədir bazarda vəziyyət? Qiymətlər bahadır. Münasibdir, hələ ki. Yuxarı təbəqə çıx, aşağı təbəqə alınmaz. Qiyməti 150 manatdır. Onlar 3 manatdır xanım. Bunlara cəmaatın imkanı yoxdur. İnsanlar hər şeyi çox istəyir. Bayram qabağı Naxçıvan bazarında qiymətlər necədir? Alıcılıq qabiliyyəti nə yerdədir? Bu videoda bununla bağlı məlumatları təqdim edəcəyik. Nə qədər xərcləmisiniz bu gün bazarda? 100 manat. Bayram süfrəsi üçün nə qədər pul lazımdır? 200, 300, 400 görmür ki. Xərcləsən görmür. 100 manata nələri aldınız? 100 manata nə almışam? 2 dənə un almışam, bir də bunlar. Ət almışam, toyuq almışam və s. Qiymətlər bahadır. Heç razılaşmırlar. İş yox, güc yox, pul yox, pensiya ilə dolansan, uşaqlar işləmir. Ayda nə qədər mal əti ala bilirsiniz? Bir ayda 2 kilo, 3 kilo. Əvvəl ucuz idi, surfanı lap qəşəng açırdın. İndi bahalıqda aça bilmir. Elə adam var, heç yoxdur. Çörək pulu tapır. İndi elə bir küskündür cəmaət. 100 manatdan qalan ha bu da hələ hiç şey olmamış. Deyəsən səməni qoymamısınız. Sevməni buğday ıslatdıq olmadı 2 dəfə. Alınmadı. Bəs bazarda qiymətlər ümumən necədir bir alıcı kimi? Gəldi, yaxşıdır. Münasibdir, hələ ki. Bayram bazarlığı üçün nə qədər pul var? Ətraflı gözəl əgər bayram qeyd etmək istəyirsinizsə, məncə 500 manat. Mən də yığcam eləyəm yenə 4-5 ilə çıxır. Yuxarı təbəqə çıx, aşağı təbəqə alınmaz. Pensiya qalxdı 9%. 13 min alan 9% ilə mən 300 manat 9% ilə necə fərq edə bilər? Sən özün hesabla. İndiki bayram deyil. İndi sancı ilə, xəstəlik ilə, fikir ilə keçirsən, o hamı sevinidir. Tanıyan, uşaq, böyük. Bayram başqa şey. O bayramlar keçdiyində elə bayram yox. Mənim 80 yaşım var. O qədər bayramlar görmüşəm, bunlara baxanda bayram deyil. O insan içi tox idi. İndi insan acı. Quru əriyin qiyməti 4 manatdır. Qozun qiyməti 5 manat. Hardan gətirmisiniz bunları? Bunu Kəncəri rayonunun Salxanqala kəndi. Alıcılıq necədir? Alıcılıq qəşəngdir də satdıq, az çox satdıq, çox şükür. Öz məhsullarınızdır. Öz məhsulum. Turşu 4 manat kilosu. Üzüm tənək neçədir? O da 4 manat. Həyətdəndir. Həyətdən də üzüm bağımız. Çoxdur belə üzüm bağınız. Çoxdur, çoxdur. Belə təsərrüfatla dolana bilirsiniz də onu. Dolana bilirik, bəli. Malımız var. Malı, südümüzü satırıq, qatığımızı satırıq, buzovumuzu, danamızı satırıq. Yer pulu nə qədərdir bax burada? Yer pulu almadılar. Siz neçə ildir bu bazara gəlib satırsınız? Çox gəldik, 10 il, 15 ildir. Necədir bazarda vəziyyət? Bazar deməzdim ki, lap da superdir. Amma bu durğunluq var. Keçən yol daha güclüydü. Marketlər çoxdur, özünüz bilirsiniz, marketdə çox gedən var. Marketlər artması bazara təsirini göstərir. Göstərir, 100% göstərir. Sizdə qiymətlərdə ötən illə bu il arasında fərq var? Çoxdur. Məsələn, keçənləri apelsin, mandarin qiyməti deyək ki, 2-2.50 civarındaydı. İndi 3 manat. Banan 4 manat, limon 5 manat. Üzümlər topdan qiyməti 3 manat 20 qəpik, kardinal. O birislər 3 manat kəşda. Pomidorun qiyməti 4 manat, xiyarın qiyməti 4.50. Kivi 4 manat, biber 4 manat. Maşeniklər var ki, onu nədən zəllər? Kimin süpürgənin toxumunu, kimi də turşunarlar var, turşunar. Onun dənələrini çıxarırlar, qurudurlar, üyüdürlər, sumaq adına satırlar cəmaata. Məsələn, sən sumaq görməmişsən, amma mən sənə göstərim sumaq nə təri olur. Sumaq budur. Bu sumaq ağacıdır. Bu Naxçıvan Muxtar Respublikasında ən çox yayılıb Ordubadda və də Sulfa rayonunun bəzi şəhərlərində. Bu dənələrin ovurla tökürlər, dastar deyirik, onda da çəkirlər. Sumaq ağacının özü yağlıdır. Yığanda görsən əllərin yapışır bir-birinə, yağlılıq yaradır. Sumağın özündə Bəs rəngindən də nəsə bilmək olar? Bu əsl sumaq budur, natural. Çünki mən daha qırmızı görürəm digərlərini. O qırmızı sumaq deyil. Demək rəngi belə olmalı. Bəli, sumaq əsl sumaq budur. Kilosu 16 manatdır, stəkanı 2 manat. Mən gördüm 70-80-ə deyirlər ondan məsələn. Deyirlər də indi Buradan alıb Bakıda satsaq sərf. aparırlar da, çox aparırlar. 50 kilo 100 kilo istəyənlər olur. Alverçi gətirsə bunu 1 manat 50 qəpiyə satacaq. 80 qəpiyə satıram mən. Bal qabağı məsələn 60 qəpiyə verirəm. Bu gün get alverçilərdən soruşsan 1 manatdan aşağı verməz sizə. Alverçi deyirik də həftədə 2 kərə gəlirik öz məhsulumuzu satmaq üçün. Yer pulu nə qədər vermisiniz? Həftə bazarında bizdə yer pulu istəmir. Sadəcə gəlirik öz məhsullarımızı satırıq. Yəni dövlət bizə yəni o gözəlliyi yaradıb da. Başqa bazarlarda da bunu tətbiq eləmək olar. Kənd sakinlərindən yer pulu alınmır. Onlar həftə sonları gəlir, öz məhsullarını uyğun qiymətə, münasib qiymətə sata bilirlər və bu da təbii ki, alıcılar üçün daha uyğun qiymətə məhsullarla qarşılaşmaları onları ala bilmələrinə imkan yaradır. Qiyməti neçədir? 15 manatdır kilosu. Bu neçə kilodur? 10 kilo yarımdır. Bu hinduşka nə qədər vaxtda bu boyda olur? 1 ilə.
Bəs tələbat nə yerdədir? Alıcılıq nə yerdədir? Tələbat əsas marketədir, hamı ucuz ətə qaçır, o hökumətin toyuqlarına qaçır. Bunlara cəmaətin imkanı yoxdur. Cəmaət nə maaş alır? Cəmaət hardan iş yox, maaş yox. Yəni belə çox çətinlikdir. Yəni alıcılıq biraz aşağıdır onda. Aşağıdır. Biraz yox, çox aşağılıqdır. Endirim eləyirsiniz lazım gələndə. Hə, eləyirik. Eləyirik. Məsələn, 15-dir, 13-ə verərik belə. Nə vaxt yesən, qarnıva getsə, mədəvə getsə, onda elə sənin bayramındır. Bayramınız mübarək, bəri başda. Ömrün uzun olsun. Hardan gətirmisiniz bu malları? Bunların hamısı şahbızın malıdır. Özünüz hazırlamısınız hamısını. Hə, hamısını özüm hazırlayıb indi də gətirmişəm. Qiymətləri neçəyədir? Qiymətləri o 4 manatdır, alça 3 manatdır, cəviz 5 manatdır, ələz 5 manatdır, əvvəli 2 manatdır. Bəs alan var, alıcılıq var. Niyə yoxdur Allah sizi alınır. Ordubadın əsilsizliyi budur. Glikoza vururlar. Biz bunu reseptin 100 minə də istəsələr mən satmaram. Bu belə sirli resepti var bunun. Bunu reseptin mən satmaram. Sırf ordubad ləpəsi. Tutdu şabı vurulub. Ləpəsi də tam ordubad brend. Ordubad brendi gedir dünya standartına görə. 5-ə satırıq, aşağısı 4-dədir. Paxlavası da vardı, paxlavamız qutardı. Hal-hazırda qalan suzuqlarımız qaldı. Tələbat nə yerdədir? Tələbat gözəldir. İnsanların rifahı da yaxşıdır. Prosta insanlar nəfsinə qalib gələnmir. Dövrələr ki, insanlar hər şeyi çox istəyir. Çox istədikcə də onu çatanmarsan ona. Çünki həyat qısadır. Aza qane olmalısan, çoxu da Allah verər yəqin ki. Kimə nə lazımdır ala bilir. Biri az, biri çox. Ümumi götürəndə bahalıqdır bu heç. Ancaq hamı istəsə, baxma görsən, mən özüm üçün almışam da, yəni deyirsən. Mən bundan 1 kilo gücüm çatmır, 300 qram alıram. Kim 5 kilo alırsa o mənə aiddir. Mən öz gücümə görə süfrəmi dökürəm. Bugün nə qədər qazanmısınız? Bugün gün çörəyin qazanmışam, 1000 bərəkət. Naxçıvan bazarında Ordubad balı isə 40 manata təklif olunur. Neçədir bu? Bu 5 manat belə. Bu o qədər dadlı bir şeydir. Yəni həqiqətən mən yemişəm. Eləcə yeməklərin yanında yox, eləcə adam tək başına da bunu yemək istəyir. Çox qəşəng dadı var. Əzgilin turşusu. Əzgilin turşusu var. Onu Bakı zonasında ən çox yeyirlər, Naxçıvanda da elə. Bu neçəyə satırsınız? 5 odur, o biri 10 manatdır, bu 3 kilo olur. Dayı qara pomidor satır. Görək bu qara pomidor nə olan şeydir? Mürəbbəsidir qardaşım. Mürəbbəsini. Bəli, bəli. Buyurun. Çək. Bu badımcan badımcan mürəbbəsinə qara pomidor deyirsiniz. Nə yaxşı, nə əvvəlki bazarlar yoxdur indi. İlki dövrdə. Niyə? Səbəb? Əvvəl məsələ festivala çıxırdın 700 manat günə hazır eləyirdin, amma indi yarmaq xalqda biraz yox. Yarmaq çıxırsan 200-300-ü keçən məsələ, ondan yuxarı yox. 100 də elə olur ki, 100 də düzəldənmirsən, 50 manat da düzəldənmirsən, 20 manat alver elədiyiniz üçün olur. Qazayağı Naxçıvana aid gözəl nemətlərdən biridir. Özünüz yığmısınız bunu. Bəli, özüm yığıram. Özü də xoş kəndindən yığıram. Özüm də öz zəhmətimi gətirirəm, burada dəyərləndirirəm. Qavurursan qəşəng, qavurma ilə də yemək olur. Belə yumurta ilə də yemək olur. 5 manat çox deyil bunun qiyməti, yoxsa necə? Yəni çətin yığılır, yoxsa ona görə? Hər birinə bir dəfə əyilirsən. Bax da indi bax ki, indi nətər yığılır. Bu dəqiqə qara yaz deyirik də, bu pencərdir, budur, cacıqdır, məsələn, qazayağıdır, cacıqdır, qavurma ilə. Həmişə deyirlər ki, qavurmanı saxlayın qara yaza, yəni bu vaxtlara. Sənə deyim ki, ət yeməkdənsə bu ətdən də qəşəngdə fayda alır. Yaşıllıq elədir ki, insanı cavanlaşdır, ət qocaldır. Böylərsə zəifdir. Cəmaətdə bir şey yox, iş yox, cüz yox. Bugün nə qədər satış eləmisiniz? 300 manatdır. Əvvəlki vaxtlarda nə qədər oldu? 600-700 edirdi. Naxçıvan bazarındakı qiymətlərlə sizi tanış elədik. Həm alıcıların, həm də satıcıların fikirlərini bölüşdük. Bəs siz nə düşünürsünüz? Bazardakı qiymətlər sizi qane eləyirmi? Bununla bağlı fikirlərinizi rəydə bildirməyi unutmayın.